Selamünaleyküm, hər vaxtınız xeyir, kanal izləyicilərimiz. Mən sizə Hövsanda əsas yoldan 3 dəqiqəlik məsafədə əlavə asfalt yolun üstündə 2.7 torpaq sahəsinin içində belə bir üz görünüşü olan, yəni evimizin navesi də var, baxa bilərsiniz. Belə bir üz görünüşü olan 4 otaqlı həyət evi ilə tanış eləmək istəyirəm. Bu bizim həyətimizdə. Həyətimizə 2-3 maşın ard-arda daxil ola bilər. Burada ayrıca bir həyətə ayrılıblar. Evimizin qazı, işığı, suyu daimidir. Evimizin istilik sistemi kombidir. Burada həyət üçün ayrılan sanitar qovşağı var. İndi balaca əl gezdirmək lazımdır bura. Burada garaj nəzərdə tutulub. Gələcəyinə oradan qapı açıb, qapının yeri də var. Üstün bağlayıb qapı açıb. Məsləhət olmasın, bir otaq kvartant da vermək olar bu həyətlə. Sonra obyekt açmaq olar buranı. İmkan verir, xoda ayrıdır. Yəni belə. Gedirik evimizə inşallah. Evimiz qeyd etdiyim kimi 4 otaqdır. Evimiz 7 daş kürsülüdür dostlar. Bu evimizin qabağında inşa edilmiş yay balkonudur. Bu bizim həyətimizdir. Daxil oluruq evimizə Allahın köməkliyi ilə. Daxil olduqda gördüyünüz kimi geniş bir koridoru var evimizin. Baxın. Evimiz tam təmirlidir dostlar. İndidən deyirəm. Evimizin koridora boyları, otağı boyları zövqlə seçilib. Daxil olan kimi burada göstərim sizə bir yataq otağı. Buraya yəqin uşaq otağı olar inşallah. Sonra burada geniş bir qonaq otağı. Yenə qeyd edirəm, evimizin polu taxtadır. Evimiz tam təmirlidir. Burada 3-cü bir otaq, yenə bu yataq otağıdır. Buyurun baxın. Burada qonaq otağımız yerləşir. Dostlar, evə söz yoxdur. Yəni, mənim tərifləməyi mən deyir, heç tərifləməyi də xoşlamıram mən. Bir də adam deyə bilməz ki, ev tərifləyir. Prosta gözünüzlə görülən dağa nə bələdçi. Evimiz tam təmirlidir, qəşəng evdir. Burada isə evimizin sanitar qovşağı yerləşir. Görün, baxın, aksesuarlar quraşdırılıb tam təchizatı ilə. Çox səliqəli evdir hər barədə. Gedirik. Ən sonunda mən sizi anabacıların nəzərinə evimizin mətbəxi ilə tanış eləyirəm. Buyurun, baxın dostlar, mətbəx mebeli aksiyonada qalır. Yenə qeyd edirəm, evimizin istilik sistemi kombi. Evimizin sənədi bələdiyyədir. Bələdiyyə sənədi propiska yolundan evə propiskaya düşmək olur. Qaz, işıq, suyu daimidir. Dostlar, qaldı evimizin qiyməti. Evimizə 108.000 AZN deyilir. Real alıcıya indirim olacaq. Bu arada kanalımıza abunə olmağı unutmayın ki, yeni çıxan videolarla ən birinci siz tanış olasınız. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Mülkiyyət çıxarışının boş torpaq sahələrimiz var. Bir də 99 illik kənd təsərrüfat təyinatlı, bir də rabitə sənaye və qeyri təyinatlı torpaqlarımız var hektarlarla. Gəlin alın, toy eləyin, nişan eləyin, şadlıq eləyin. Allah can sağlığı versin, can sağlığına yaşayasınız. Allah alanı xeyir versin, satana da. Sağ olun.